Əziz və dəyərli izləyicilər, sizi kanalımdan salamlayıram. Bugün səbət tortu hazırlayıram. Hazırlama qaydasını sizlərlə bölüşmək istədim. Deməli, əvvəlcədən tortu hazırlamışam bir gün qabaqdan. Tortumuz tam özünü tutub, soyuducuda, yəni əvvəlcədən hazırlayıb soyuducuda saxlamışam ki, tortu doğru forma verəndə əziyyət olmasın, yəni sürüşmə ehtimalı olmasın, əzilmə ehtimalı olmasın. Bir qapaq vasitəsilə tortun tam mərkəzinə iz qoyuram və həmən izlə, deməli bıçaqla üzü aşağı geniş formada, yəni yuxarı tərəf dar, aşağı tərəf geniş olsun. Bıçağı demək olar çəpinə tutub biskviti kəsirəm. Səbət forması alındırmaq üçün. Daha sonra tortun kənarlarından çıxan biskvitləri yenidən tortun ətək hissəsinə yerləşdirib yapışdırıram. Yəni tortun aşağı hissəsi geniş olsun deyə. Bütünlükdə biskvitin tortu tam hər tərəfinə, kənarlarına aşağı hissədən yerləşdirdim, yapışdırdım. Daha sonra tortumuzu kremləyəcəm. Bizim burada kremimiz qaymaqlı kremdir. Şokolatı əridib içərisinə qatmışam. Qanaş effekti verir. Qanajla da kremləmək olar. Lakin mən bu kremlə hazırladım. Çox da rahat oldu. Yəni qanaş kimi də bərkidir soyuducuda. Tortu kremləyəndən sonra soyuducuda gözlədəcəm tam bərkisin. Əziz xanımlar, burada siz diqqət edirsinizsə, bizim tortumuz burada hardasa təndir formasında görünür. Yəni yuxarı hissə tortun üst hissəsi balaca, aşağı hissəsi isə biraz geniş. Təndir formasına oxşayır. Kremləyəndən sonra tortumuzu soyuducuda saxlayıram. Kremi tam bərkiyir. Daha sonra bu formada digər tort altlığını tortun üstünə qoyub çox ehtiyatlı şəkildə deməli tortu çevirirəm. Yəni ehtiyat eləmək lazımdır ki, burada tort əzilməsin. Çevirdikdən sonra üzərindəki həmən tort altlığını götürürəm. Və burada siz diqqət eləyin, bayaq tort tərsinə qalmışdı, təndir forması almışdı. İndi çevirdim, elə bir səbət forması, görkəmi səbət formasında oldu. Səbətimizin qulpunu hazırlayıram. Burada məftil, möhkəm bir məftildən istifadə edirəm. Deməli, məftili əvvəlcə səbətin üzərində ölçürəm. Yəni səbətin hündürlüyünə görə onun qulpunun da hündürlüyünü ayarlayıram. Daha sonra məftilə jeli vurub marsipanla toxuyuram. Burada marsipanla görürsünüz ki, tros formasında toxuyuram ki, sırf səbət qulpuna oxşasın deyə. Tortumuz hansı rəngdədirsə, qulpu da həmən rəngdə olmalıdır. Burada siz diqqət edirsinizsə, mən deməli qulpun aşağı hissələrinə marsipan vurmadım. Hansı ki, tortun hündürlüyü qədər qulpda məftili saxladım. Həmən hissələrə marsipan vurmadım. Ona görə vurmadım ki, deməli həmən qulp marsipanlı olsa, axıra qədər marsipan vursaydım, qulpu torta keçirdəndə qulp yellənərdi tortun içində, yəni möhkəm qalmazdı. Odur ki, aşağı hissələri, məftilin aşağı hissəsinə marsipan vurmadım. Bu formada məftili torta keçirdim və çox möhkəm bir qulp tortun üzərində alındı. Tortun ki, kənarlarından bayaq biskvit çıxarmışdım. Həmən biskvitdən artıq qalmışdı. Şokoladlı kremlə biskvitə qarışdırıb tortun üzərinə yerləşdirirəm. Burada məqsədim odur ki, tortun deməli tam orta hissəsi biraz hündür olsun. Kənarlarına yayıram həmən biskviti, şokoladlı biskviti, kremli. Tortun orta hissəsinə hündürlüyü verirəm. Bu ondan ötürüdür ki, deməli tortun içərisinə gülləri yığanda orta hissə hündür qalsın, tam səbətə oxşasın. Burada mən yenidən həmən hansı ki qaymaqlı kremə şokolad əridib qatmışdım. Eynən həmən kremdən istifadə edirəm səbətin toxunuşunda. Deməli, əvvəlcə düz xətt çəkib bu başlıqla bəzəyi vururam. Deməli, burada bəzək vurduqca bir bəzək vurub, bir bəzək qədər də ara verirəm. İkinci xətti çəkəndə həmən ara ki vermişəm, həmən aradan eynən həmən bəzəkdən vururam. Yəni, axıra qədər bu formada gedirəm. Tam səbət toxunuşu alınır. İnanın ki, bu torta canlı baxanda heç səbətdən seçilmirdi. Həqiqi səbətə oxşayırdı. Həm rəngi, həm qulpu, həm toxunuşu. Çox gözəl bir tort alınmışdı.
Tortun da deməli tam kənarlarını toxuduqdan sonra həmən eyni başlıqla tortun üst hissəsində kənarlarına bəzək vururam. Burada müxtəlif bəzəklərdən vurmaq olar. Kimin ürəyi necə istəyir, lakin mən bu bəzəyi çox yaraşdırdım bu toxunuşa. Tam kənarlarını da bəzədikdən sonra tortumuzun deməli içərisinə gülləri yığıram. Burada təbii güldən də istifadə eləmək olar və yaxud meyvələrdən istifadə eləmək olar. Marsipanlı güllərdən də istifadə eləmək olar. Burada müştərinin istəyini nəzərə alaraq mən burada süni güllərdən istifadə eləmişəm. Tortumuzun içərisini güllərlə doldurub bəzəyirəm. Və bu formada deməli tortumuz hazır oldu. Çox gözəl, mənə görə çox gözəl alındı. Həqiqi səbətdən heç seçilmir. Dəyərli xanımlar, hazırladığım bir neçə səbət tortu var ki, sizlərə nümunə üçün göstərmək istəyirəm. İnşallah ki, bəyənirsiniz. Əgər bəyəndinizsə, bəyənmə düyməsinə toxunmağı unutmayın. Hələlik.